Ümumiyyətlə belə bir sual vermək istəyirəm. Travmadan sonra yaranan qorxular, bunlar normaldır, yoxsa özündə bir anormallığı gizləyir? Ümumiyyətlə travmadan sonra yaranan qorxular adətən, yəni qorxu deyərkən, yəni siz doğrumu başa düşürəm sizi? Siz yəni xroniki necə deyirlər, stressi nəzərdə tutursunuz? Yəni Xroniki də ola bilər, olmaya da bilər. yəni xroniki deyilsə, bu Yəni fobiyaya səbəb ola bəli, biləcək. hökmən deyil fobiyaya səbəb olmaq. Nəyə görə? Çünki bu əslində ümumiyyətlə travmaların intensivliyi tək bir deyək ki, meyardan asılı deyil. Yəni insanın anadan gəlmə sinir sisteminin həssas olub olmamasından asılıdır. Məsələn, sinir sisteminin həssaslığı zaten zəifdirsə, yəni lap zəif olanda həssaslığı o psixopatiyaya zaten gətirib çıxardır. Həssaslıq zəifdirsə, yəni belə bir necə deyirlər, fobiyanın olma şansı da bir qədər azdır. Bir də ki, baxır o ailədə hansı tərbiyəni görüb, o ailədə əgər mühafizəkar bir ailədə mi böyüdülüb, yəni insanlarla güvən dolu bir ailədə mi böyüdülüb, yoxsa dəyərdən salınma və yaxud da fiziki və yaxud da psixoloji şiddət dolu bir ailədə mi böyüdülüb və yaxud da hansı kulturadandır, hansı antropologiyadandır, hansı bölgədəndir. Yəni fərdi şəkildə bundan əvvəl hansı neqativləri yaşayıb. Bir də görsən, yəni təcavüz sadəcə son elə bir ki, bardağa daşılan damır olur. Əslində onun əvvəllər yaşadığı travmaların bir mənalı olaraq ən pik həddində yaranır. Yəni buna uyğun olaraq da fobiya lap şiddətli ola bilər, orta səviyyəli ola bilər, zəif ola bilər, heç olmaya da bilər.